Salam dəyərli tərbiyəçilər, mən Şükufə Abbasova. Bugün sizə kurikulumun vacib mövzularından biri olan inklüziv təhsil mövzusunun izahını verəcəm. Gəlin görək inklüziv təhsil nə deməkdir? Yəni inklüziv təhsil deyəndə nə nəzərdə tutulur? İnklüziya bütün vətəndaşların, ilk növbədə əlilliyi olan bütün insanların cəmiyyətdə iştirak səviyyəsinin artırılması prosesidir. Yəni inklüziv təhsil ümumi təhsilin elə bir inkişaf səviyyəsidir ki, burada sağlamlıq imkanı məhdud uşaqlar digər uşaqlarla birlikdə təhsilə cəlb olunur. İnklüziv təhsil sağlamlığından, potensial imkanlarından, maddi təminatından asılı olmayaraq bütün uşaqların birgə təhsil alma hüququnu təmin edir. İnklüziv təhsil bugünə kimi müəyyən mərhələlərdən keçmişdir. Birinci mərhələ diskriminasiya. Diskriminasiya nədir? Yəni sinif uşaqlar ümumiyyətlə təhsildən kənarda qalırdı. İkinci mərhələdə seqreqasiya, sinif uşaqlar ya xüsusi məktəblərdə oxuyur, ya da evdə təhsilə cəlb olunurdu. Üçüncü mərhələ inteqrasiya. Yəni sinif uşaqlar ümumi təhsil məktəblərində tipik uşaqlarla bir yerdə, lakin başqa siniflərdə təhsil alırlar. Yəni sağlamlıq imkanı məhdud uşaqlar sağlam uşaqlarla eyni məktəbdə, yəni fərqli siniflərdə oxuyur. Dördüncü mərhələdə isə inklüziya. Artıq burada sinif uşaqlar ümumi təhsil müəssisələrində tipik uşaqlarla və eyni siniflərdə təhsil alırlar. Bu artıq olur inklüziya. Yəni, inklüziv təhsilin müəyyən prinsipləri vardır. Bunları da nəzərə yetirək. Əsas prinsipləri hansılardır? Birincisi, insanın dəyəri onun qabiliyyət və nailiyyətlərindən asılı deyil. İkincisi, hər bir kəs hiss etmək və düşünmək qabiliyyətinə malikdir. Üçüncüsü, hər kəs ünsiyyət hüququna malikdir və dillənməlidir. Dördüncüsü, bütün insanlar bir-birinə lazımdır. Beşincisi, həqiqi təhsil yalnız real münasibətlərin kontekstində mövcud ola bilər. Altıncısı, bütün insanlara öz həmyaşıdlarının dəstək və dostluğu lazımdır. Bütün şagirdlərin inkişafı onların bilik və bacarıqlarından asılıdır. İnsanların müxtəlifliyi həyatın bütün sahələrini əhatə edir. Yəni, inklüziv təhsilin bunlar əsas prinsipləridir. Və inklüziv təhsilin cəmiyyətimiz üçün müəyyən faydaları vardır. Yəni, inklüziv təhsilin sağlamlıq imkanı məhdud uşaqlar üçün də faydaları vardır. Bunlar hansılardır? Nəzərə yetirək. Yəni, xüsusi qayğıya ehtiyacı olan uşaqlar kollektivə uyğunlaşır, cəmiyyətə inteqrasiya edir, yəni uşaqlar sosiallaşırlar, onlarda özünə inam hissi formalaşır, onlar cəmiyyətin digər üzvləri kimi bərabər hüquqlu şəxsiyyət kimi formalaşırlar. Və bu uşaqlar, yəni sinif uşaqlar, məktəbəqədər təhsil müəssisələrində və yaxud da məktəblərdə digər sağlam uşaqlarla təhsil aldıqları üçün artıq onların gələcəkdəki məşğulluq problemi də aradan qalxmış olur. Yəni, bu sağlamlıq imkanı məhdud uşaqlar inklüziv təhsil sayəsində cəmiyyətə rahat bir şəkildə inteqrasiya edə bilirlər. Və inklüziv təhsil məktəbə qədər orta, peşə, ali təhsil mərhələlərini etifa edir. Evdə təhsilin təşkili bu nə deməkdir? Yəni, sağlamlıq vəziyyətinə görə təhsil müəssisələrində təhsil almaq imkanı olmayan şəxslərin təhsili müvafiq təhsil müəssisəsi vasitəsilə evdə təşkil olunur. Stasionar müalicə müəssisələrində təhsilin təşkili, bu sağlamlıq imkanları məhdud şəxslər tibbi müəssisələrdə uzun müddətli, yəni 21 gündən artıq bir şəkildə stasionar müalicə olunarsa, müvafiq icra hakimiyyəti orqanı, psixoloji, tibbi, pedaqoji komissiyanın qərarı əsasında onların müvafiq ümumi tədris proqramlarına uyğun təhsil alması təşkil olunur. Yəni, stasionar şəraitdə təhsil təşkili qaydaları müvafiq icra orqanı, hakimiyyəti orqanları tərəfindən həyata keçirilir. Bugünə kimi, əziz tərbiyəçilərimiz, əlilliyi olan şəxslərə qarşı iki cür yanaşma var idi. Birinci yanaşma tibbi model idi, yəni uşaqlar qüsurlu olurdu burada, yəni uşaqlara damğa vurulurdu, uşaqlar belə deyək ki, cəmiyyətin lazımsız bir üzvü kimi, yəni xəstə uşaqlar şəklində belə deyək, xarakterizə olunurdu. Artıq sosial model isə burada uşaqlar, belə deyək də, artıq cəmiyyətdə rahat bir şəkildə inteqrasiya edir. Yəni, sinif uşaqlar digər uşaqlarla birlikdə təhsil alır və cəmiyyətə rahat bir şəkildə uyğunlaşır. Yəni, bizə daha lazımlı, daha bir cəmiyyətə layiqli bir vətəndaş olurlar. Yəni, bugünkü günümüzdə bizim istifadə etdiyimiz hansı modeldir? Bu, sosial modeldir. Yəni, tibbi model əvvəllər, yəni, inklüziv uşaqlara xəstə uşaq kimi baxılırdı, amma müasir dövrdə artıq biz sosial modellərdən istifadə edirik. Yəni, bu o deməkdir ki, biz inklüziv uşaqlara əlil gözü ilə yox, biz onlara sağlamlıq imkanı məhdud uşaq kimi yanaşırıq.
Sim uşaqlar deyəndə ümumiyyətcə əqli geriliyi olan, psixi inkişaf ləngiməsi, Down sindromu, avtizm sindromu, serebral iflit, nitq inkişafının ləngiməsi və sair xəstəliklər bura aid oluna bilər. Əqli gerilik nədir əziz müəllimlər? Yəni o deməkdir ki, bir uşağın gec danışması, gec yeriməsi, ünsiyyət qura bilməməsi, başqaları ilə sosiallaşa bilməməsi, ümumiyyətcə məsələn bir uşaq əgər özünü ifadə etməkdə çətinlik çəkirsə, paltarlarını özü geyinib soyunmaqda çətinlik çəkirsə, yəni yaşına uyğun əgər hərəkətlər edə bilmirsə, bu olur əqli gerilik. Down sindromu ilə doğulan uşaqların oxşar əlamətləri bunlardır. Onların boyu qısa, kəlləsi kiçik və yumru olub, üz nahiyəsində yastalaşır. Yanaqlar üzün yastalaşmış fonunda bir qədər üzə çıxır. Gözləri uzunsov və kiçik, göz yarğı çəp, göz bucağında dəri büküşlü, ağzı yarı açıq, dili isə böyük olur. Və bu xüsusiyyətlərinə görə Down sindromu ilə doğulan uşaqlar demək olar ki, hər biri bir-birinə bənzəyir. Bəs autizm nədir? Autizm sosial münasibətlərdə bir pozuntudur. Yəni bu uşaqlar başqaları ilə kontakta girməkdə çətinlik çəkir, başqaları ilə ünsiyyət qurmaqda, onları ilə danışmaqda çətinlik çəkir. Ümumiyyətcə, başqaları ilə demək olar ki, göz kontaktına da girə bilmir bu uşaqlar. Sosial münasibətləri demək olar ki, sıfıra bərabər olur. Bu da odur autizm sindromunun əlamətləri. Bəs əgər biz inklüziv uşaqlarla işləyiriksə və tərbiyəçilərin və ümumiyyətcə müəllimlərin bir sıra vəzifələri vardır. Gəlin bu vəzifələri də nəzərə yetirək. Birincisi, sim şagirdləri cəmiyyətə bərabər hüquqlu şəxs kimi təqdim etmək, inklüziv təhsilə cəlb olunmuş şagirdin, yəni uşaqların fərdi xüsusiyyətlərini bilmək, yəni biz o uşağın mütləq şəkildə valideynlərlə əməkdaşlıq etməliyik, uşaqların fərdi xüsusiyyətlərini nəzərə almalıyıq və bilməliyik. İnklüziv təhsillə bağlı nəzəri və praktik biliklərə malik olmaq, sim şagirdlərin fərdi tədris planının hazırlanmasında iştirak etmək, diferensial təlimi təşkil etmək. Bu uşaqlara, yəni mütləq şəkildə biz fərdi yanaşmalıyıq, onların müxtəlifliyini nəzərə almalıyıq. Məktəb psixoloqu ilə əməkdaşlıq etməliyik, sim uşaqlar üçün xüsusi portfolyolar hazırlamalıyıq, inklüziv təhsilə cəlb olunan uşaqlar haqqında bütün məlumatların məxfiliyini təmin etməliyik və sim şagirdin fərdi və qrup fəaliyyətinə cəlb olmasına kömək etməliyik. Onların cəmiyyətə inteqrasiya etməsinə, digər uşaqlarla sosial münasibətlərinin tənzimlənməsinə mütləq şəkildə nəzarət etməliyik və şərait yaratmalıyıq. Həmçinin digər uşaqlara da biz ümumiyyətcə fərdilik anlayışını, fərqlilik anlayışını öyrətməliyik ki, onlar da sim uşaqlara qeyri-adi baxmasınlar və onlarla dostluq münasibətləri qursunlar. Məktəbəqədər təhsil müəssisəsində isə inklüziv təhsilin 3 növü vardır. Birincisi, nöqtəvi daxil olma. Nöqtəvi daxil olma sağlamlıq imkanı məhdud uşaq, yəni sim uşaqlar ayrı-ayrı məqamlarda, məsələn, gəzinti zamanı, oyun zamanı, müxtəlif bayram tədbirlərində sağlam uşaqlarla kollektivə qoşulurlar. İkincisi, hissəvi daxil olmalıdır. Hissəvi daxil olma sağlamlıq imkanı məhdud uşaqlar bütün günü deyil. Yəni müəyyən məşğələlərdə, məsələn, fiziki tərbiyə, təsviri sənət, musiqi məşğələlərində digər uşaqlarla birlikdə təhsilə cəlb olunur. Üçüncüsü isə tam daxil olmadır. Artıq burada sim uşaqlar, yəni sağlamlıq imkanı məhdud uşaqlar bütün günü, yəni bütün məşğələlərdə, tədbirlərdə digər uşaqlarla birlikdə fəaliyyətlərə, məşğələlərə cəlb olunur və uşaqlarla birlikdə digər məşğələlərdə də iştirak edirlər. Bu oldu bizim inklüziv təhsil mövzusu. Diqqətiniz üçün təşəkkür edirəm.